Salam uşaqlar, bugünkü mövzumuz üçbucağın kongruentliyinin 3-cü əlaməti. Səhifə 62. Uşaqlar, biz sizinlə üçbucağın kongruentliyinin 1-ci, 2-ci əlamətini keçdik. 1-ci əlamət nə oldu? TBT. Əgər bir üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq, digər üçbucağın iki tərəfi və onlar arasında qalan bucaq kongruentdirsə, bu üçbucaqlar kongruentdir. Yəni tərəf, bucaq. İkinci əlamət BTB. İki dənə bucaq arasındakı tərəflər kongruentdirsə, oldu bu üçbucaqlar kongruentdir. Üçüncü əlamət isə uşaqlar TTT əlamətidir. Bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfinə kongruentdirsə, bu üçbucaqlar kongruentdir. 3, 4, 5. Digər üçbucağımızı da çəkirəm. 4, 3, 5. Uşaqlar, deyirəm ki, bu tərəf bu tərəfə kongruentdirmi? Bəli. Bu tərəf bu tərəfə kongruentdirmi? Bəli. Fırlada bilərsiniz şəkli istədiyiniz kimi. Bu tərəf bu tərəfə kongruentdirmi? Bəli. Əgər üç tərəf də kongruentdirsə, yəni bir-birinə bərabərdirsə uzunluqları, onda bu üçbucaqlar kongruent üçbucaqlar adlanır. Və biz demişdik ki, onların uyğun bucaqları da həmçinin kongruent olur. Gəlin indi sual üzərindən izah edilməyin yaxşısı. Baxaq görək nə demək istəyirik. Nə deyilir burada? Mövzunun məğzi nədir? 12-ci suala baxıram. Deyir ki, üçbucaqların kongruent olub olmadığını müəyyənləşdirin. Uşaqlar, tərəf nə verilib? 4, 6, 8. O birisində 4, 6, 8. Bəli. Uzunluqları üçündə eynidirmi? 4, 4, 6, 6, 8, 8. Bəli, kongruentdir. Bu birisində B variantında 4, 8, 9, 4, 8, 7. 4 ilə 8 uyğun oldu. Biri 7-dir, biri 9-dur. Kongruentdir. C variantında 4, 4, 7, 4, 4, 7. Bəli, uzunluqları eynidir deyə kongruentdirdən danışmaq olar. Keçirəm 13-cü suala. 13-də bizə nə deyir? Uşaqlar, birinci baxıram kongruentdirmi? 3 onda 5, 3 onda 5. 4, 4. 2 onda 5, 2 onda 5. Bəli. Tərəflərin üçü də bir-birinə kongruentdir. Deməli, kongruentdir. Baxın uşaqlar, bucaq nə verilib? 4 ilə bu x plus 10 nə ilə nə arasındaydı? 4 tərəfi ilə 2,5. Bu da 4 tərəfi ilə 2,5 arasındadırmı? Deməli, bax, hansı tərəfə baxır? 3,5-ə. 3,5-ə baxır. Deməli, 3,5-in qarşısındakı bucaqlar da bərabərdir. Yəni, x plus 10-dan bərabərdir 2x minus 40 ifadəsi doğru olur. Buradan tənliyə həll edirəm. X-i keçirdirəm bu tərəfə. Gəlin, bunların yerini dəyişdirəm. Yazıram 2x minus 40 bərabərdir x plus 10. X-i keçirdim bu tərəfə. 2x minus x bərabərdir 10. Bu bizə keçdi plus 40. X bərabərdir 50-yə. Mənə deyirdi ki, məhsulu tap. X-i tapdım. 50 dərəcə. Bu formada təyin olundu. Həmçinin B variantında da uşaqlar uzunluqları eynidir. 7 ilə 8 arasında dərəcə ölçüsü, 7 ilə 8 arasındayı dərəcə ölçüsünə bərabərdir. Yəni, 2x minus 20-ni bərabər eləyəcəksiniz x plus 50-yə. Yazıb işləyəcəksiniz. 2x bu bizə keçdi. Çıx x bərabərdir 50. Bu bizə keçdi. Plus 20. X bərabər elədi 70. X-in hansı qiymətində ödəyir? 70 qiymətində ödəyir. Bu aydındır uşaqlar. Bu da oldu uşaqlar 3-cü əlamət. Bu formada təyin olundu. Uşaqlar, növbəti mövzumuzda da mən sizə keçirgənin izahını verəcəm. Keçirgə izah edəcəm ki, daha yaxşı mövzular mənimsəyək. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.